O paltarda əslində bura qədər idi. Toyda o qədər ora-bura qaçdıq, ora-bura paltar əndə biraz düşdü aşağı. Artıq onu geyinib soyunmağa vaxt yox idi. Toya qədər möhtəşəm keçib ki, Sosial şəbəkədə deyim ki, amma sosial şəbəkədə o bum effekti deyərlər ha. Bildiyiniz o bum effekti oldu. Allah, çox tənqid olundunuz. Gəlin açıq danışaq. Sırf bu geyiminə görə. Əksəriyyət yazırdılar ki, bəy anasına yaraşmayan, qaynanaya yaraşmayan geyim. Məndən sonra hamı ağ paltar geyindi. Ağ paltarı da deyirdilər ki, ay qaynana ağ geyinib, gəlin də ağ geyinib. Amma sonra ağ geyindilər. Ümumiyyətlə, yenə deyirəm, biz televiziyada kim nə geyinirsə o moda gəlir. Televiziyanın müğənnilərindən danışıram. O moda gəlir. Sonra deyirlər ki, məsələn, mən sonra gördüm bütün qaynanalar ağda geyinir, toyun içində ağ geyinənlər də çoxdur. Adətən gəlin ağ geyinir. Mənim öz zövqüm var da, mənim özümə məxsus zövqüm var. Bir paltar idi orada gəlmiş sizdə, yoxsa var idi bir başqa paltar da deyil? Yox, bir paltar idi. Elə bir paltar. Yəni gözləmirdinizmi, yəni bu libasa görə siz sosial şəbəkədə linç olasınız? Yox, ömründə. Heç gözləməzdiniz? Gözləməzdim. Yox, mən baxıram, mənə görə də, mən hər cür müasirliyin normal baxıram, açıq-saçıq, yəni həddi, hüdudu bir yağ deyirsə, o əndazəsi olmalıdır, hər şeyin əndazəsi. Yəni sizə görə bu əndazəsində olan libası idi, eləmi hesab etdiniz? Bilirsiniz, o əndazəsində olmasa da artıq olmuşdu. Artıq olmuşdu. Yəni onu mən istəməzdim ki, yəni ora qədər istəmirdim də. Yəni indi modelyerin nə bilim səhvi deyim yoxsa nə? Fantaziyası olur. Yox, o bura qədər eləmişdi. Yəqin o da düşünməyib ki, sinə bura qədər gəlib düşə biləcək. Yəqin düşünməmişdi. Modeliyer ərsəyə gətirib. O paltarı mən sevə-sevə çox gözəl də... Gəl verək. Gözəl də paltarı da həqiqətən. Sadəcə paltarın bilirsiniz necə... Sinəsi çox açıq deyil. Yox, sadəcə mən heç ondan kompleksim yoxdur, sinəsi açıqdır da. Yəni, bilirsiniz, paltar o qədər daridir ki, mən toy ayağı da ora get, bura get, gəlin gətirdi, nə bilim, xonçalar, belə elə. Siz mənə baxın da. Yəni, heç sizi, yox, mən baxıram, heç narahat etmədi o paltar. Yox, qətiyyən. Qətiyyən. Yəni, hamı mənə gözəl görürdü, hamı onun xoşu gəlirdi. Toy o qədər gözəl keçirdi, sanki Allahın nuru tökülmüş toyun içində. Hamı bir-birlə dost oldu toyun içində. 800 nəfər nə deməkdir toyun içində. Yəni, bilirsiniz, o qədər gözəl toy keçdi ki, yəni,